Salam hörmətli izləyicilər. Belə bir sual göndərmişdilər. Həllini düşündüm sizlərlə də bölüşüm. Sualı sol tərəfdə görürsünüz. Bütün şərtlər sağda şəkildə qeyd olunub və bizdən DC istənilir. Sualın həllinə başlamazdan öncə təmbölünlə bağlı bir qaydanı deyək. Deməli, bir bucaq çəkək bura, bucaq olsun A, O, B bucağı və onun bir təmbölənini çəkək. Deməli dostlar, biz bilirik ki, təmbölən bucağın tərəflərindən eyni məsafədə olan nöqtələrin həndəsi yeridir. Məsələn, buradan bura qədər məsafə 5-dirsə, buradan bura qədər də məsafə 5 olacaq. Dediyimiz kimi, təmbölən bucağın tərəflərindən eyni məsafədə olan nöqtələrin həndəsi yeridir. Və burada 2 dənə bərabər üçbucaq yaranır. Burada M deyək, bura N deyək. O, M, L, O, M, L üçbucağı, bir də O, L, N üçbucağı. Bu iki üçbucaq bir-birinə bərabər çıxır. Həm də, yəni, O, M də O, N-ə bərabər olur. Bu, təmbölənlə bağlı bir qayda idi. İndi biz bu qaydanı bura şəkildə tətbiq edəsək, onda D-dən mən BC-yə bir perpendikulär çəksəm, belə çıxır ki, bu da 12 olacaq. Çünki DA 12-dir, ona görə bu da 12 olacaq. Burada bir K yazaq. İndi iki üçbucağın bərabərliyinə görə, bu iki üçbucağın bərabərliyinə görə belə çıxır ki, burada C olacaq. Ümumi bura BC A olduğu üçün, buradan da buradan bura qədər C olduğu üçün, deməli, bura A minus C qalacaq. Ümumi tərəf A-dır, A-dan C-ni çıxırıq, A minus C. A minus C-ni də bizə 9 vermişdilər, ona görə gəlib 9-u yerinə yazsaq. 9-u yerinə yazsaq. Onda burada DKC düzbucaqlı üçbucağı yaranır. DKC düzbucaqlı üçbucağından X-i rahatlıqla tapa bilərik Foucault teoreminə görə. X kvadrat bərabər 9-un kvadratı plus 12-nin kvadratı. Bu da 225 eləyir. Buradan da X alırıq 15. Cavab 15.